Я уже не знаю, что с ним делать, помогите! Я не хочу больше играть в Roblox, верни мой телефон! Мама, я хочу играть в Real Телефон отдай! Давно. Телефон отдай! Пошла села на диван. Нет! Отдай телефон! Пошла села Отдай на диван. телефон! Отдай! İzlədiyiniz bu görüntülər təəssüf ki, reallıqda bir çox ailələrdə, bir çox evlərdə yaşanır. Bəli, bu günləri sizlə günümüzün bəlasına çevrilmiş və ən yeni, ən müasir asıllıq növü olan oyun asıllığı, telefon asıllığından danışacağım. Nədənsə biz təhlükə deyəndə, qorxu deyəndə, həyəcan təbiri çalınması deyəndə digər asıllıq növlərini nəzərdə tuturuq. Hansı ki, narkomaniya, qumar, alkoqolizm. Lakin bugün günümüzdə onlardan daha dəhşətli forma almış və daha kiçik yaşları əhatə edən oyun asılılığı mövcuddur. Həqiqətən də bir çox evlərdə böyüyən uşaqların əlindən telefonu almaq istəyəndə eynən o videolarda gördüyünüz reaksiyaları göstərirlər. Və valideynlər bunu digər asılılıqlardan daha təhlükəsiz görürlər və düşünürlər ki, zamanla keçəcək, özü başa düşəcək, zamanla ayrılacaq və yaxud da ki, aqressiv şəkildə uşağın əlindən telefonu alırlar, bu şəkildə ona cəza verməyə çalışırlar. Təbii ki, bunların hər biri yanlışdır. Oyun asılılığı, telefon asılılığı asanlıqla keçmir və yaxud da siz onların əlindən telefonu istəmsizcə və aqressiv şəkildə aldığınızda, inanın mənə, onların içərisində böyük bir dağıdıcı güc ortaya çıxır və ya daxili özlərinə zərər verməyə başlayırlar, ya ətrafa zərər vurmaq haqqında düşünürlər. Eynən narkomaniyadan əziyyət çəkən bir insanın reaksiyaları kimi. Lakin burada bizi alladan qarşımızdakı insanın daha balaca və daha idarə olunan tipdə olmasıdır. Lakin məğz eynidir. Beyinə vurduğu zərər eynidir. İnsanın rasional düşünmə, məntiqi düşünmə bacarığını öldürmə tərzi eynidir. Telefon asılılığı müvəqqəti olaraq beyində dopamini artırdığına görə özlərini sosial ortamlarda rahat hiss etməyən, təhlükəsiz hiss etməyən, xoşbəxt hiss etməyən hər bir uşaq asanlıqla buna meyl edə bilirlər. Və demək olar ki, bu vəziyyətdə şərait yaradan ən böyük faktor da zaten valideynlərin özüdür. Təbii ki, hər birinin müxtəlif səbəbi var. Bəziləri işləyirəm deyir, bəziləri nənə baba yanında qalır, uşaq onlar verir əlinə deyir. Bəziləri uşaq çox nadincdir, çox dəcəldir, onu sakitləşdirmək üçün, ram etmək üçün verirəm deyir. Amma hər bir halda bunun məsuliyyətini daşıyan valideynlərdir. Biz burada günahkar axtarmırıq, biz sadəcə burada məsul şəxs axtarırıq və bu problem varsa, bu problemi aradan qaldıra biləcək insanların kim olduğunu vurğuluyuruq. Telefon həyatımıza ünsiyyət vasitəsi, əyləncə vasitəsi olaraq daxil olub. Lakin bu günləri telefon həm yetişkinlərin bəzilərini və bir çox uşaqları sahibinə çevrilib, onları idarə edir. Və populyar olan, oynanılan oyunların bir çoxu uşaqların gərginliyini artırmağa, sosial fobiyasını artırmağa, ünsiyyətini azaltmağa, real həyatın dərk olunmasını, real həyata olan münasibəti zəiflətməyə yönəlir. Yəni bizim bəsit, təhlükəsiz, sadə algıladığımız oyunların hər birinin dərin altyapısında uşaqlara bir mənalı şəkildə neqativ təsiri kodlamaq üçün olan görüntülər, məlumatlar, səslər dərc olunur. Telefon asıllığına çox da sadə yanaşmayın. Telefon asıllığına çox da təhlükəsiz yanaşmayın. Bu çox ciddi bir problemdir. Və nə qədər tez, nə qədər erkən yaşda üzərinə düşüb problemi həll etməyə yönələriksə, bir o qədər irəliləmiş olarıq. Nəinki növbəti illərdə. Çünki artıq yeniyetməliyin sonlarında olan və ya da gəncliyin əvvəllərində olan bir yeniyetmədən, bir gəncdən telefonu almaq, onu oradan uzaqlaşdırmaq daha böyük problemləri özü ilə bərabər yarada bilər. Uşaqları qutu kimi evlərə salıb, telefondan, televizordan asılı olmaqlarına şərait yaratmayın. Uşaqları həyətə, torpağa, suya, palçığa, oyuna, oyuncağa təmas etməsinə dəstək olun. Və ən əsası da uşaqların doğulduğu gündən onlara örnək olun, nümunə olun. Əgər gün ərzində telefon sizin əlinizdən düşmürsə, siz uşaqlarınıza telefonun təhlükəli olduğunu və yaxud telefondan asılı olmamaqları lazım olduğunu izah edə bilməzsiniz. Bəs problemi necə aradan qaldıra bilərik bir valideyn olaraq?
Birinci məsələni inkar etməyin, onu tanıyın. Yəni asıllığı asıllıq kimi qəbul edin. Uşağı anlamağa yönəlin, onu başqaları ilə müqayisə edib alçaltmaq, küçültmək, filan kəs belədir, sən beləsən və yaxud da ki, sən bunu bacarmırsan, sən necə bir uşaqsan, sən bizim bütün əziyyətlərimizi yerə vurdun kimi sözlərlə yox. Mən səni anlayıram, bu səndən asılı deyil, amma mən sənə kömək etmək istəyirəm. Biz bu problemi bir yerdə həll edəcəyik kimi əməkdaşlığa yönələn cümlələr qurun. Və qaydalar təkcə sizə aid olmasın, birlikdə qaydalar qoyun və o qaydaları yazılı formada mütləq bir yerdə qeyd edin. Mütəmadi gün ərzində onları xatırlayın və qaydalar təkcə uşağa yox, sizə də aid olmalıdır. Əgər masada yemək yeyilərkən telefon olmayacaqsa, bu hər kəsə aiddir və yaxud da ki, gecə yuxusundan öncə telefona baxılmayacaqsa, bu hər kəsə aid olmalıdır və uşaq burada qaydaların təkcə özünə yeridilən zorunluluq olmadığını anlayır. Hər kəs üçün gərəkli olan vəziyyət olduğunu dərk edir. Asılılığı birdən-birə aradan qaldırmaq haqqında düşünməyin, bu mümkün deyil. Onu mərhələli şəkildə, məsələn, ilk həftə 30 dəqiqə, ikinci həftə 45 dəqiqə, üçüncü həftə 60 dəqiqə şəklində telefonla olan ünsiyyəti azaltmağa onu yönəldin. Arada krizlər gələ bilər, arada yenidən telefon istəyə bilər və idarə olunmaz bir vəziyyət ala bilər. Buna da hazır olun. Beyin yeni sistemə öyrəşənə qədər ona zaman lazımdır, ona vaxt lazımdır və həmin süreçdə uşaqda isterik hallar özünü göstərə bilər. Və dediyim kimi, ən əsas məsələ özünüz ona nümunə olun, öz hərəkətlərinizlə və bir də telefondan aldığınız o zamanı mütləq maraqlı şəkildə doldurmağa çalışın. Uşağın boş vaxtı yarandıqca yenə eyni şeylər haqqında düşünəcək. Siz onu idmana yönəldərək, rəsmə yönəldərək, birlikdə əyləncəli vaxtlar keçirdərək, birlikdə ünsiyyətinizi artıraraq həmin boşluğu doldurmuş olacaqsınız. Bir daha qeyd edim, uşaqlarda hər hansısa bir asıllıq, ümumiyyətlə insanda asıllığın yaranması üçün onda boşluq vəziyyəti mütləqdir və bu boşluq daha çox emosional boşluqdan qaynaqlanır. Yəni onların sevgini, qayğını, anlayışı kifayət qədər hiss etmədiyi dönəmdə onları içinə sürükləyən bir prosesdir, bir yoldur. Və siz uşağınızın zamanını səmərəli və sevgi dolu keçməsinə şərait yaradacaqsınızsa, onda bu problem və asıllıq zamanla öz həllini tapacaq.